Dünən İran talışları ayağa qalxmışdı. Rıza Pəhləvinin və Trampın və digər Amerikalı rəsmilərin müraciətlərindən sonra onlar ayağa qalxdı. Etiraz aksiyası keçirdilər və İran astarasında təxminən 5000-dən çox talış müxtəlif şüarlarla İran İslam Respublikasına etirazını bildirdi. Bu tarixi bir anıdır və talışlar bir qədər bu məsələyə gec qoşuldular, çünki onların yerləşdiyi region çox həssasdır. Sərhəddə düşmən ölkə yerləşir. Yəni ölkə düşmən deyil əslində, İlham Əliyevdir düşmənimiz. Və buna görə ehtiyatlı olmağı vacib bilirdilər və mənə də gələn məlumatlar budur ki, onlar sırf Azərbaycanın məsələni öz xeyrinə dəyişməməsi üçün etirazlar dinc keçiriblər, heç bir dağıntı törətməyiblər, heç bir aqressiv hərəkətlər olmayıbdır və Rıza Pəhləvinin xeyrinə şüarlar səsləndirilibdir. Həmçinin şüarlar Azərbaycanın əleyhinə səsləndirilib ki, İslam Respublikası da, digər İrançılar da başa düşsün ki, bunlar Azərbaycanla bağlılığı yoxdur. Çünki Azərbaycan hökuməti sevir belə məsələləri, hər şeyi manipulyasiya etsin, öz xeyrinə dəyişsin, başlasın giz-giz danışmağa. Ona görə mesajlarını çox korrekt veriblər. Təəssüf ki, regionumuz, yəni talışların olduğu region çox həssas yerdir. Yəni burada hərəkət eləyəndə orava-burava o qədər baxmalısan ki, görəsən nə baş verir və dediyin söz kimin xeyrinə çıxardıla bilər. Və buna görə də mən talışları bu ağıllı hərəkətləri, yəni siyasətlərindən dolayı təbrik edirəm. Həmçinin mitinqdə Xamneyinin əleyhinə şüarlar səsləndirilib. Rıza Pəhləvi əleyhinə, yəni tərifləyən şüarlar səsləndirilib. Həmçinin İlham Əliyev kukla adlandırılıb, Türkiyənin kuklası adlandırılıb, Rusların kuklası adlandırılıb. Bunu da çox vacib qeyd etməliyəm. Çünki İran talışları Azərbaycandakı bir çox talış və Azərbaycanlılardan daha yaxşı başa düşür siyasi məsələləri, daha yaxşı reaksiya verməyi bacarır və bunu da göstərdilər. Və bu etirazlar inşallah bir gün Azərbaycanda da baş verəcək və Azərbaycan xalqı da farsların, talışların, İrani xalqların açdığı bu azadlıq cığırına qovuşacaqlar, onlar da qoşulacaqlar bizə. Bugün danışılır ki, güya İran Azərbaycanını müstəqil etmək istəyirlər falan. İran Azərbaycan deyə bir şey yoxdur. Bir dənə Azərbaycan var, o da İranın tarixi hissəsidir. İndiki Azərbaycan adlandırılan ölkəsi Şimali İrandır. Əgər tarixdən danışırıqsa, bura Şimali İrandır. Azərbaycan ölkə olaraq həmişə Şimali İran olubdur. Talış Quba xanlığından ibarət olubdur. Şirvan Aran adlandırılıbdır, Talış adlandırılıbdır, Bakı adlandırılıbdır. Bu İrandakı Azərbaycanın götürülüb bizə verilməsi isə Rusiya və Türkiyənin təxribatı idi. İrani xalqları bir-birinə vurmaq, bir-birinə qırdızdırmaq təxribatı idi. Bu təxribatdan çıxmalıyıq biz. Bizim yolumuz məlumdur. Demokratiyadır bizim yolumuz, insan haqlarıdır və milli yoldur, İran milli yoludur. Bu türkçülük bizə diktatura və səfalətdən başqa bir şey vermədi. Bizə ən pis günlərimizi yaşatdı. Hətta indi tənqid elədiyimiz İran belə, İslam Respublikası deyirik, tənqid eləyirik. Onlar belə Azərbaycandan daha yaxşı vəziyyətdə yaşayır. Biz ora qaçırıq ki, oradan dərman alaq. Biz ora qaçırıq ki, oradan nəsə yemək alaq, gətirək biz tərəfə, ərzaq alaq, gətirək biz tərəfə. Bu, yəni görün biz hansı vəziyyətdəyik ki, İranlıların qaçdığı rejimə biz qibtə edirik. Yəni Azərbaycanlılar qaçır ki, İrana, bura nə qəşəng ölkədir, gedək burada yaşayaq. İranlılar deyir ki, biz belə yaşamamalıyıq, biz yaşamalıyıq Amerikalı kimi. Görün İran xalqı, İrandakı farslar, talışlar və digərləri hansı düşüncədədirlər? Görün Azərbaycanlılar hansı düşüncədədirlər? Hansı vəziyyətə salmışıq özümüzü? Ona görə də mən deyirəm, növbəti Azərbaycan olmalıdır. Daha doğrusu Şimali İran, Azərbaycan adı düz ad deyil, bu tarixi olaraq düz ad deyil, bura Şimali İrandır. Biz də öz müstəqil ölkə kimi mövqeyimizi ortaya qoymalıyıq.
öz məsələlərimizi ortaya qoymalıyıq. Talışlar da, digər millətlər də ortaya çıxıb öz sözünü deməlidir. Öz əqidəsini, öz məqsədlərini ortaya qoymalıdır və bu Rus türk kuklası Əliyev də cəhənnəm olub getməlidir. Onun Azərbaycan xalqına heç bir aidiyyəti yoxdur. Onun İran xalqına heç bir aidiyyəti yoxdur, onun Qafqaza heç bir aidiyyəti yoxdur. Bu məsələ bitməlidir və bunu ancaq İrani bir hərəkat bitirə bilər, bunu ancaq talışlar bitirə bilər və digər xalqlar da bizə öz dəstəyini göstərməlidir.